Həmin bu dediyiniz yağış su ehtiyatlarımızı necə artırır? Həyətlərdə, evlərimizdə hamısını baxın, belə xarabalığa çevrilir. Fikir verin. Görün nə vəziyyətdə yaşayırıq. Rəsmlərdə deyir ki, yağış su ehtiyatlarımızı artırır. Harada artırır? Həyətlərdə, evlərdə xarabalığa çevrilir. Kanalizasiya suyu həyətimizə girir. Yağış da belə. İri korrupsiya layihələri evlərimizi, eşiklərimizi, həyətimizi iflis vəziyyətinə gətirib çatdırır. Bu da bizim yaşayışımız. Nəmişlik, xəstəlik. 15 santimdən çox yuxarı şey var burada, su var burada. Ya da çəkilmir, kör də yuxarı. Bunlara nə vaxt pul lazım oldu, bax bu vəziyyəti yaradırlar biz üçün. Vətəndaş üçün. Sonra da çıxıb vətəndaş qayğısından danışırlar ki, bizim dövlətin vətəndaşı Avropadan yaxşı yaşayır, Avropalılardan. Bu da yaxşı yaşayış. Yaşayışımız daha doğrusu. Hemen epizod burada da var. Hamısı pis gülə düşür.